Hə, deməli sualımız nə idi? Bu tip sualı necə həll edərik? Bəli. İndi bu sual orada bizi gözləsin. Biz bir giriş eləyək. Deməli, düşünün ki, e, belə bir giriş edirəm. Deyirəm ki, A çıxılsın, B bölünsün, AB kimi bir kəsir var. Yəni ki, məxrəcdəki ədədlər ki var, hasili məxrəcə yazılıb, bunların fərqi surətdədir. Onda mən bu kəsiri belə yaza bilərəm də A bölünsün AB çıxılsın B bölünsün AB. Dolayısıyla buradan A-ları ixtisar eləsəm, geriyə qalacaq 1 böl B çıxılsın 1 böl A. İndi sual yalan ki, bundan niyə belə bir şey danışırıq? Bunu demə səbəbimiz nədir? İndi onu izah edək ki, bu niyə belə bir şey deyirik? Məsələn, örnək verirəm. Deyirəm ki, belə bir şey olsun. 7 vurulsun 10-da 3. Görürsünüz ki, hasili məxrəcdə olan ədədlərin fərqi surətdədir. Bunda mən bunu belə yaza bilərəm də 7 vur 10-da 10 çıxılsın 7. Sonra bunu belə yaza bilərəm də 7 vur 10-da 10 çıxılsın 7 vur 10-da 7. Buradan onlar gedər, buradan 7-lər gedər. Geriyə qalar ki, 7-də 1 çıxılsın, 10-da 1. Hə, yavaş-yavaş bir şeylər anlaşılır. Deməli, onda biraz daha sürətlənirəm. Deyirəm ki, məsələn, 6 vurulsun 9-da 3-dürsə, yəni hasilini məxrəcə yazdığım ədədlərin fərqini surətə yazmışamsa, onda mən bunu 6-da 1 çıxılsın 9-da 1 kimi yaza bilərəm. Aha, indi bu motivasiyadan başlayıram burada bəzi işləmlər aparmağa. Məsələn, 42-nin yerinə 6 vur 7 yazıram. Buna A deyirəm uşaqlar. İndi A-nı buradan təzədən hesablayıram. 42-nin yerinə yazıram 6 vur 7-də 1. Üstə gəl. 56-nın yerinə 7 vur 8 yazıram. 7 vur 8-də 1. Üstə gəl. 72-nin yerinə 8 vur 9 yazıram. Olur 8 vur 9-da 1 və 90-ın yerinə də 9 vurulsun 10 yazıram. Olur 9 vur 10-da 1. Davam edirəm. Baxıram və nə görürəm? Görürəm ki, məxrəcdə bu hasilini yazdığım ədəd ki var 6 və 7, onların fərqi surətdə yazılıb. Dolayısıyla mən bu kəsri 6-da 1 çıxılsın 7-də 1 ilə əvəz edə bilərəm. Üstə gəl. Eyni məntiqlə bu kəsri 7-də 1 çıxılsın 8-də 1 ilə əvəz edə bilərəm. Üstə gəl. Və eyni məntiqlə bu kəsri 8-də 1 çıx 9-da 1 ilə əvəz edə bilərəm. Və bunu da 9-da 1 çıx 10-da 1 ilə əvəz edə bilərəm. Və dolayısıyla mənfi 7-də 1, müsbət 7-də 1-i, mənfi 8-də 1, müsbət 8-də 1-i, mənfi 9-da 1, müsbət 9-da 1-i götürər. Geriyə qalar 6-da 1 çıxılsın 10-da 1. Onu da indi əziyyət çəkib hesablayaram. Onlar neçə? 60-da 4. Bunu da ixtisar eləsəm 15-də 1 deyə nəyə çataram uşaqlar? Cavaba çataram. Belə. Hə, indi bu burada buraxılırmı? Burada buraxılmır. İndi bu versiyadan buna gəlmək bəli biraz çətindir. Yəni uşaq bunu düşünsün ki, ayda bu 7 vur 6 vur 7-dir, bu 7 vur 8-dir falan. Bu indi ən çətin halıdır, belə soruşa bilər. Genel olaraq çox vaxt uşaqlar suallar elə bu şəkildə gəlir. Yəni siz açıq-açıq görürsünüz ki, orada bir düzən var. Onda ulduz 14 deyək və bunu biraz genəlləyək, ulduz 14. Biz də deyəcəyik ki, əgər gördünsə bir düzən var, onda bu dediklərimi xatırla. Amma indi burada işlər dəyişə bilir. Məsələn, burada hamısında nə idi? Sürət 1-dir. Bizdə bəzən bunlar 3 ola bilər, bəzən 4 ola bilər, nə bilim, bəzən hər biri ayrı ədəd ola bilər. Ona görə də daha rahat bir yola qaçırıq və deyirik ki, gördünsə düzən var. Məsələn, eyni sualı təzədən yazıram. 6 vur 7-də 1 üstə gəlinsin. 7 vur 8-də 1 üstə gəl, 8 vur 9-da 1 və 9 vur 10-da 1. Görürsən ki, burada bir düzən var. Düzən dediyim nədir uşaqlar? Aralarındakı fərq eynidir və bu 7 ilə bitir, 7 ilə başlayır. 8-dən bitir, 8-dən başlayır. 9. Onda sən nə edəcəksən? Kəsiri çəkdin. Birinci kəsirdən birincini seçərsən 6, vur, sonuncudan sonuncu seçərsən 10. Və sürətləri də toplayasan. 1, üstəgəl 1, üstəgəl 1, üstəgəl 1. Nə elədi? 4. Nə aldın cavabı? 60-da 4. O da nə eləyəcəkdi? 15-də 1. Bəli, yəni eyni cavaba bu işləmləri etmədən də nə edə bilərsən? Çata bilərsən. İndi biz belə izah eləmirəm ki, mən demirəm ki, uşaqlar bu sualı gördünüz, belə elədin. Bu üsulun da adını qoyaq dandik üsul. Dandik yol.
Yəni bəzən indi təəssüf ki, biz bu üsulları deməyəndə izləyici elə bilir ki, bunlardan xəbərimiz yoxdur deyə Ramazan müəllim çox uzun izah eləyir bu. Yəni biz riyaziyyat keçirik də ona görə bu indi bu belədir, uzundur. Bu yolda biraz elə bir dandik yoldur, amma belə yollar da var. İstifadə eləyə bilərsiniz. İndi bəzi suallarda var ki, bəli, hər uşağın zehni, hər uşağın zəkası bu işləmi etməyə əl vermir. Yəni, amma indi sizin məqsədiniz burada daha çox, yəni imtahanı müvəffəqiyyətlə verməkdir deyə bu yollara da nə edə bilərsiniz? Lazım gəlsə bu yollara da əl ata bilərsiniz. İndi bu sualların ən çetrefilli versiyası nədir? Onlara gəlin baxaq. Məsələn, sual belə başlayır. 6 vurulsun 8-də 1, üstə gəlinsin 8 vurulsun 10-da 1 və nəhayət tık 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 gedir. Sonuncuda da deyir uşaqlar 2n üstə gəlinsin 2, vurulsun 2n üstə gəlinsin 4-də 1. Deyir ki, bu cəm nəyə bərabərdir? Təbii ki, bu cəm 6-da 1, 7-də 1 kimi bir ədədə yox, n-dən asılı bir ifadəyə bərabər olmalıdır. Bunu zehin yəqin ki, həmən görürsən ki, n-dən asılı bir şey olacaq. İndi baxırsan ki, 6, 8 fərq 2-dir, 8, 10 fərq 2-dir və zaten düşünürsən ki, bundan sonrakı hədd nədir? 10 vurulsun 12-də 1, yəni fərq yenə 2-dir. 8-də bitir, 8-də başlayır, 10-la bitir, 10-la başlayır və s. Fərq yenə burada 2-dir və dolayısıyla düzən var. Düzen varsa ne inirdik? Düzen varsa biz birincisini götürürdük. Altını götürdüm. Aha. Sonuncunu götürürdüm. 2'nin üstə gəl 4'ü də götürdüm. Yazdım bura. 2'nin üstə gəl 4. Geriyə qaldı nə etmək? Sürətləri toplamaq. Hamısının sürəti 1'dir. 1 plus 1 plus 1. Əsas sual burada yaranır ki, neçə dənə 1 var? Neçə 1 var? Əsas En sual götür. burada yaranır. Kaş şöyle olsa yani ama indi elə deyil. İndi mən deyirəm ki, burada neçə dənə kəsr varsa, bir o qədər də bir var. Burada neçə kəsr varsa, razısınız da, neçə dənə kəsr varsa, bir o qədər bir var. Bəs bu kəsr nə ilə başlayır? 6 ilə. O biri kəsr nə ilə başlayır? 8-dən. O biri nə ilə başlayır? 10 ilə və sonuncu nə ilə başlayır? 2n plus 2 ilə. Deməli, bu sırada neçə ədəd varsa, bu sırada neçə ədəd varsa, bir o qədər kəsir var, dolayısıyla bir o qədər bir var. İndi mən sıradakı ədəd sayını necə tapıram? İndi yəqin ki, o haqda da danışmamışıq, indi o haqda da danışarıq. Deməli, ədəd sayını tapmağın yolu budur. Yəni, onda onu danışaq, geri qaydaq. Bu ulduz 16 deyim, o sual orada gözləsin də uşaqlar. Bu sual orada gözləsin. Deməli, ədəd sayı necə tapılır? İndi bu ədədi silsilə mövzudur. Mən ona görə də onun isbatını verməyəcəm, sadəcə çıxarışını deyəcəm, gələcəkdə görəcəyik. Ədəd sayı, bir sıradakı ədəd sayı belə tapılar. Deməli, ən böyük ədəddən çıxarıq ən kiçik ədədi, bölərik fərqə. Fərq nədir? Bax, məsələn, burada fərq nədir? 2. 2, 2 artır. Görürsünüz, 2, 2 artır bu. Hə. Bölərik fərqə, üzərinə də 1 gələrik. Bu bizə ədədlərin sayını verir. Nümunə ilə izah eləyəsi olsa. Məsələn, 6, 10, 14, 18. Görürsünüz ki, bu ədədlər 4, 4 artır. Bu ədədlərin hamısı 4, 4 artır. Və nəhayət gəlir burada deyir 82. Deyir bu sırada neçə ədəd var? Ədəd sayı necə tapılırdı? Ən böyükdən. Ən böyük kimdir? 82. Çıxıram ən kiçiyi. Ən kiçik kimdir? 6. Bölürəm fərqə. Fərq neçədir uşaqlar? 4, 4 adır axı. Fərq 4-dür. 4. Üzərinə də nə edirəm? 1 gəlirəm. Nə olacaq onda ədədlərin sayı? 82-dən 4-ü çıxanda 78, 78-i 82, 78 4-ə 76'ına. Başdan 76. 76-nı 4-ə böləndə deyəsən eləyir 19. Üzərinə də 1 gələndə nə alıram? 20. Demək ki, ədəd sayı 20-miş. Başqasına baxaq. Məsələn, harada işimizə yarayar? Deyər ki, iki rəqəmli ədədlərdən neçəsini 7-yə böləndə qalıqda 3 qalır. Sual nədir? Örnək verirəm. Deyir, iki rəqəmli ədədlərdən neçəsini 7-yə böldükdə qalıqda 3 qalır. Deməli, 7-yə böləndə 3 qalığını verən ədədlər. Bu ədədlər ədəd olsun A. A-nı 7-yə bölürük. Tutaq ki, K düşür, qalıqda 3 qalır. İndi bölmə alqoritminə görə A buradan nəyə bərabər olacaqdır? 7K üstə gəlinsin 3-ə. Tamam. 7K 3 şəkli plus 3 şəklindəki ədədlər. Bu amma şərtim nədir? Şərt nədir burada? Bu ədədlər necə olsun? 2 rəqəmli olsun.
Ən balacası olacaq da hər halda təxmin edə bilirsiniz 10. 7-yə böləndə 3 qalığını verin. Sonra kim gələcək? Kaya 2 verin uşaqlar. 17. Kaya 3 verin. 24. Neçə artacaq bu? 7 artacaq. Sonuncu kim olacaqdı? Hər halda Kaya e, 14 verəndə 98 eləyir. Üstünə 3 gələndə 100-ü aşır. Demək ki, Kaya neçə verəcək? 11, 13. 13 verəcək. 91 mi eləyəcək? Bəli, 91 üstünə də 100, 94. Bəli. Demək ki, bu ədədlər bunlardır. Bu arada 7 artacaqdı. Ondan da şey eləmək olar. 10, 17, 24 və sonuncu 94. İndi burada neçə dənə ədəd var? Bunu necə taparam? Təbii ki, nə edərəm? Ən böyükdən 94-dən çıxaram ən kiçiyin 10-u, bölərəm fərqə. Fərq neçədir uşaqlar? 7-dir. 7 7 artır. Üstünə də nə edərəm? 1 gələrəm. 84-ü 7-yə böləndə nə eləyəcəkdir? 12 eləyəcək. Üstünə də 1 gələndə 13. Demək ki, axtarılan şərti ödəyən neçə ədəd var imiş? 13. İndi geri gedək. Yaxşı. 15-ci sualda qalmışdıq. 2 2 artır dedik. Onda sayı, ədədlərin sayını necə tapırdıq? Ən böyük kimdir? 2n plus 2. Çıxırıq ən kiçik 6. Bölürük fərqə. Fərq neçədir uşaqlar? 2. Bölürük 2-yə. Üstünə də 1 gəlir. 2n plus 2-dən 6 çıxanda eləyəcəkdir. 2n çıx 4 böl 2 üstə gəl 1. 2n çıx 4 də 2-yə böləndə olacaqdır. N çıx 2 üstünə də 1 gələndə olacaq n çıx 1. Bəli, demək ki, neçə dənə ədəd var? N çıx 1 dənə. Onda neçə dənə kəsir var? N çıx 1 dənə. Onda neçə dənə 1 var? N çıx 1 dənə. N çıx 1 dənə də biri toplayanda təbii ki, N çıx 1 eləyir. Cavab onda olacaq. N çıx 1 bölünsün. Vurub bunu da atsaq uşaqlar. 12n plus 24. Yaxşı. Bayağı bir irəlilədi uşaqlar. Sual. Kimin sualı var? Harada sualı var desin. Müəllim, burada siz yazdınız 2n minus 2. Bəli. Orada plus 2. Orada 2n plus 4 olmalı değildi. Baxın En bir dəqiqə büyüğü. görüm bəlkə düz deyirsən. Bir dəqiqə baxım. Ədəd sayını tapdıqda. Yox, niyə 2n plus 4 deyil? Çünki mən burada bax burada Hı hı. başlanğıc ədədləri yazdım. Bu 6 ilə başlayır, bu 8 ilə başlayır, bu 10 ilə başlayır, bu da 2n plus 2 ilə başlayır. Aydın Aydındır. müəllim. Yəni neçə dənədirsə Bəli, bir bəli. o qədər olacaq axı, neçə ədəd varsa. Başqa uşaqlar? Annem bizim 16-cı sualda yazdığımız düstur, yəni böyük ədəd çıxılsın, kiçik ədəd bölünsün, Bəli. arada olan məsafə saçda gəlsin 1. Bu natural ədədlərdəki müəyyən bir ədəd intervalında eyni bir ədədə bölünən düsturla eynidir. Daha eyni şeydir. Bəli. Eyni də istənilən bir şərt daxilində, yəni eyni şeylə artırsa, fərqlə artırsa, sən o ədədlərin sayını ən böyük çıxılsın ən kiçik böl fərq plus 1 kimi tapa bilərsən. Çox bəsit bir şeydir. Bu ədədi silsilədən gələn AN bərabərdir. Nəyə? A1 plus n çıx 1 de düsturundan eni çəkirsən elə bil ki, bu çıxır yəni eni çəkəndə. Hə, sonra Bildim çox. bəli, bəli, eyni şeydir. Yəqin ki, orada elə bir şey öyrənmirsən, o ola bilər, bəli, eyni şeydir. Yəni Başqa natural uşaqlar? ədədlər 9-cu sinif toplusunda var idi. O, bilmirəm vallahi indi ola bilər. Orada öyle xatırlaya bilmədim. Başqa gənclər sualı olan bu temanı başa düşdünüz, bu hissəni düzən varsa necə olacaqdı? Müəllim. Çox gözəl. Çox gözəl. E, ulduz neçəyə gəldik çatdıq? 16, ulduz 17. Yaxşı. Tamam. Deməli, başqa bir sual tipinə baxaq. Ayrı bir sual tipi. Məsələn, belə sual soruşur. Çox deyil, amma indi məşhurdur. Belə deyək, 7-də 1 üstə gəlinsin, məsələn 9-da 1 üstə gəlinsin, 11-də 1 üstə gəlinsin, 13-də 1 bərabərdir A-ya. Sual eləyir ki, 7-də 6 plus 9-da 7, 8, 9-da 8, bəli, plus 11-də 10 plus 13-də 12 nəyə bərabərdir? İndi buradakı ən böyük səhv bunları ortaq məxrəcə gətirərək sualı həll etməyə çalışmaqdır. Xeyr, elə bir şey etməyəcəyik. Bu tip suallarda həmən axtarılan ifadəyə B deyəcəyik. Və diqqət eləyirsinizsə,
Biz bu iki ifadəni alt-alta toplasaq, hər şey çox gözəl olacaq. Baxın, alt-alta toplayıram. Nə olacaq? 7-də 1 ilə 7-də 6-dan toplayanda 1. Üstəgəl 8-də 1, 9-da 8-də 9-da 1-i toplayanda 1. 11-də 10 ilə 11-də 1-i toplayanda 1. Bu ikisini toplayanda 1. Bərabər olacaq nəyə? A plus B-yə. Buradan alıram ki, A plus B bərabərdir 4-ə. Və buradan çıxır ki, B nəyə bərabər imiş? 4 çıxılsın A-ya. İndi təbii ki, biz həyatda həmişə bu qədər şanslı olmayacağıq da, çünki çox rahat oldu bu. Bəzən toplamaq yox, bəzən çıxmalı olasan, bəzən daha fərqli yollar axtarmalı olasan. İndi məsələn, ulduz 18 yazıram, buna oxşar bir sualama biraz daha fərqli metodlar düşünməli olacaqsınız. Məsələn, deyirəm ki, 7-də 1 üstə gəlinsin, 11-də 1 üstə gəlinsin, 15-də 1 və üstə gəlinsin 19-da 1. Bu bərabər olsun x-ə. Sualım budur ki, 7-də 3 üstə gəlinsin 11-də 5 üstə gəlinsin 15-də 7 üstə gəlinsin 19-da 9 nəyə bərabər olar? X cinsindədir. Aşağıdan 2-yə vursaq cavab çıxacaq. Bəli, çox məntiqli. Aşağıdakı ifadəni biz nə edək? 2 ilə vursaq və toplayanda hər şey əla olacaqdır. İndi gəlin bu y-ə nə deyək uşaqlar? Bu sual işarəsinə bir dənə y deyək. Və aşağıdakı ifadəni 2 ilə vuraq. Hər tərəfi neçəyə vuraq? 2-yə vuraq. 2-yə, bunu da 2-yə vuracaq təbii ki. İndi bu 2-yə vuranda nə olur? Hamısı 2 ilə vurulur. Onda nə alırıq? 7-də 6, 11-də 10, 15-də 14 və 19-da 18. Nəyə bərabərdir? 2y-ə. İndi bu ikisini toplayaq. Bu ikisini toplayanda yenə əldə edirik ki, 1 plus 1 plus 1 plus 1 bərabərdir x plus 2y-yə. Buradan alıram ki, x plus 2y bərabərdir 4-ə. Buradan alıram ki, 2y bərabərdir 4 çıx x-ə və y nəyə bərabərdir? 4 çıx x bölünsün 2. Və s. Yəni, bu tip sual da vardı. Uşaqlar bunlara da diqqət eləyərsiniz. Ulduz 19 da, 18 də belə oldu. Ulduz 20. Hə, bir də belə bir sual tipi var. Asan versiyasından davam eləyək. Bəs n kvadrat çıxılsın 6n plus 18 bölünsün n. Deyir ki, n-in neçə natural qiymətində kəsrinin qiyməti naturaldır. Bax, birincisi 2 şərt verdi. 1, nə dedi? Dedi ki, n-in özü natural ədəddir. 2, nə dedi? Dedi ki, bu kəsrin qiyməti natural ədəddir. Buna bir dənə A desəm, A natural ədəddir. Yəni, uşaqlar, istənilən nədir? İfadə natural olsun. Onda mən bunu belə yazıram. N kvadrat böl n çıx 6n böl n üstə gəl 18 böl n. İstəyirəm ki, bunun nəticəsi natural olsun. N kvadratı n-ə böləndə n. 6n ilə böləndə 6, üstə gəlirsən 18 böl n natural olmalıdır. İndi, məlum məsələdir ki, n-in özü şərtə görə, n-in özü natural. 6 da natural, 18 böl n natural olması gərəkir. Ki, toplam nə olsun? Natural olsun. Ki, o da dəqiq deyil, olmaya da bilər. İndi, onda n ən azından ifadənin tam olması lazımdır. Ona görə də n mütləq və mütləq 18-in böləni olmalıdır. Yəni 18 böl n ifadəsi tam ədəd olması gərəkir. 18 böl n ifadəsinin tam ədəd olması gərəkir. Demək ki, n 18-in bölənidir. Onda n nədir? Ya 1-dir, ya 2-dir, ya 3-dür, ya 6-dır, ya 9-dur, ya da nədir? 18-dir. İndi bunları yoxlayaq. 1-i yoxlasaq görəcəyik ki, nəticə naturaldır. Problem yoxdur. 2-ni yoxlasaq görəcəyik ki, yenə naturaldır. 3-ü yoxlasaq, yoxlayım, yenə naturaldır. 6-nı yoxlasaq, bundan sonra hamısı naturaldır. İndi yoxladıq, hamısı natural oldu, sıxıntı olmadı. Amma ola bilərdi, sıxıntılı ola bilərdi. Məsələn, bu 6 yox, bunun yerində nə olsaydı? 8 olsaydı, burada da 8 olsaydı, burada da hətta 8 yox ki, 18 olsun. 18, bu da 18 olsaydı, bunda məsələn 1-i qoyanda natural olmayacaqdı, 2-ni qoyanda yenə olmayacaqdı, 3-ü qoyanda, yəni belə-belə yoxlayacaqdı. Amma indi çox vaxtı çıxma verməz, üstəgəl verir ki, işiniz asan olsun. Amma nəzərə alın. Bəzən də ulduz 21, bəli, bəzən deyir ki, n natural olsun, nəticəsi tam olsun, bəzən deyir ki, ikisi də tam olsun. Ona görə də biraz daha diqqətli olmaq lazımdır. Yoxlamağa meyilli oluruq. Yoxlamaq lazım olanda ədədi balaca verir. Narahat olmayın ki, qoyub yoxlaya bilərsiniz. Amma yoxlamaq lazım deyilsə, çox vaxt ədədi böyük də verə bilər. Məsələn, mən deyirəm ki, 3x kvadratı üstə gəlinsin, 7x üstə gəlinsin, məsələn, 600 bölünsün x. Deyirəm, x-in neçə tam qiymətində tam ədəddir. Bax, birincisi, x-in özünü tam olmasını istəyirəm.
İkincisi, nəticənin də tam olmasını istəyirəm. İndi yazanda nə yazacağım uşaqlar? 3x kvadrat bölü x üstəgəl 7x bölü x üstəgəl 600 bölü x. İstəyirəm ki, nəticə tam olsun. Bunda bu eləyir 3x üstəgəl 7 üstəgəl 600 bölü x. İndi aydın məsələdir uşaqlar. 600 bölü x ifadəsinin tam olması kifayətdir. Çünki x-in özü tam ədəddir. 3-ə vursam yenə tam olacaq. Üstünə 7 gəlsəm yenə tam olacaq. Tək problem nədir? 600 bölü x-in də tam olması. Əgər bu da tamdırsa qurtardı. Cavab zaten həmişə nə olacaq? Tam olacaq. İndi mən bir-bir durub 600-ün neçə böləni var onu saymayacağım. Çünki saymağın yolunu bilirəm. Ne inirdik? Natural ədədlərdə öyrənmişdik. 600 ayırdıq qruplarına. Olacaq 2 vur, 2 vur, 5 vur, 5 vur, 2 vur, 3. Neçə dənə natural böləni var? Necə tapırdıq? 2-lərin sayının üstünə 1 gəlirdik. 3 dənə 2 var. 3 plus 1. Vurulsun. 2 dənə 5 var. 2 plus 1. Vurulsun. Bir dənə də 3 var. 1 plus 1. Nə oldu bunların hasili? 4 vur, 3 vur, 2. Nə elədi uşaqlar? 24. Deməli 24 dənə müsbət var. 24 dənə də mənfi var axı. 24 dənə müsbət, 24 dənə mənfi. Onda 600-ün tam bölən sayı 48-dir. Demək ki, x-in 48 dənə tam qiymətində verilən ifadə tam ədəddir. Sualı olan var bura qədər? Gənclər, sual yoxdur? X-in 48 tam qiymətində verilən ifadə tam ədəddir. Uşaqlar, başa Orada düşmürsünüz deyə 24'ü sualınız niye yoxdur, ikiye yoxsa vurduk başa ki ya? düşürsünüz deyə. Necə? Orada 24'ü götürmedi 48 götürürüz. Onun ne kadar oldu bilmem. Çünki müsbətlərin sayı da 24. Bu 24 natural bölənlərin sayıdır. Yəni 24 dənə müsbət var. Nə qədər müsbət varsa bir o qədər də mənfi var axı. Ona görə 48. Ha, bildim, bildim. Yox. 24-ün yanında necə yəni x olmasaydı? Mən Yox. deyirəm ki, Hə. yanında x saydı. Orada 24 olacaqdı cavab. Nəyin yanında x olsaydı? Bizdən natural Natural bölənlərin istəsəydi. Yox. Hə, desəydi ki, x-in neçə natural qiymətində tam ədəddir. Hə, onda cavab 24 olacaq da. Axı sualda deyir x-in neçə tam qiymətində tam ədəddir. Yəni mənfiləri də işin içinə qatır. saydı. Bəli, bəli. Bir dənə orada diqqət eləyin də uşaqlar ki, x-i tam mı verib, yoxsa cavabı tam mı verir, istəyir, yoxsa x-i tam verib cavabı natural istəyir. Və onlara diqqət eləyin ki, yoxlayın. Arada bir sıxıntı olur. Arada bir sıxıntı olur. Amma narahat olmayın. Ədədlər böyük olanda yoxlamağa məncə ehtiyac yoxdur. Yəni ki, elə bir şey olmaz ki, mən 48 ədədi yerinə qoyub yoxlayası deyirəm ki. Düz deyil. Ədədlər böyük olanda saymaq, elə bir ki, iki cür sual var da, elə ya da belə. Və gəldik ən belə problemli hissəyə, çox uşağın anlayamadığı bir şey var burada uşaqlar. İndi sizə bunu danışaq. Ulduz 22. Bəzən də belə soruşulur. Deyir ki, n-in neçə natural qiymətində 3n çıxılsın 1 bölünsün, n üstə gəlinsin 2 kəsrinin qiyməti tam ədəddir. Deməli, iki dənə şərt var. Birincisi, n-in özü nə olsun? Natural olsun. İkincisi, kəsrin qiyməti nə olsun uşaqlar? Tam olsun. Yəni bu nəyə bərabər daxil olsun? Z-ə daxil olsun. İndi burada hansı dəyişikliyi aparmalıyam ki, suala cavab verə bilim? İndi gəlin o haqda biraz kafa yoraq. Deməli, məxrəcim n plus 2-dir. En mənfi 2 ola bilməz onu birinci. Necə? En mənfi 2 ola bilməz birinci onu eləməliyik. O heç, hə, onsuz da n naturaldır. Mənfilərə baxmayacağıq. Onsuz da o naturaldır. Üzr istəyirəm uşaqlar, bir dəqiqə. Verilmiş Alo, ifadənin sürətləri falan aleyküm salam. gətirməli. Hə, çatdınız ora? Bəli, bəli. Bir mərtəbəli yerdir. Qabağında Porsche var. Onu bilmirəm. Bəli, 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 çıxıram. Çıxıram. Bir dəqiqə. Uşaqlar, bircə dəqiqə gəlirəm. Siz kafa yürüdün.
Ha, yoxluğumdan istifadə edib ekranımı yazmısan. Sil indi. Tamam. Bunu da sil. Pis uşaqsan sən. Davam eləyək uşaqlar. Deməli, onda mən nə düşünürəm? Deyirəm ki, gəl belə bir iş görüm. Deməli, bunu belə yazıram. 3n çıx 1 ifadəsini belə yazıram. Yazıram 3n üstə gəl 6 çıx 7. Yaza bilərəm uşaqlar. 3n çıx 1 eləyir də, düzdürmü? Sonra 3-ü çıxaram möhtərizə xaricindən. Qalır 3 vurulsun n plus 2 çıx 7. Gətirib orada yerinə yazıram. Alıram ki 3 vur n plus 2 çıx 7 bölünsün n plus 2. Bunu da belə yaza bilərəm. 3 vurulsun n plus 2 bölünsün n plus 2 çıxılsın 7 bölünsün n plus 2. Bu da eləyər 3 çıxılsın 7 bölünsün n plus 2. İstəyirəm ki bunun nəticəsi nə olsun? Nəticəsi tam olsun. İndi bunun 3 zaten tam ədəddir da. 3 tamdır. Nəticənin tam olması üçün bu ifadənin də tam olması lazımdır. Bəs bu ifadə nə vaxt tam olar? Demək ki, n plus 2 ədədi elə ədəd olmalıdır ki, 7-ni bölsün. 7-ni bölən ədədlər hansıdır? Ya 7 olacaq, ya 1 olacaq. Təbii ki, ya da -7 ilə -1. İndi n plus 2-nin 7 olması üçün n 5 olmalıdır. 1 olması üçün n olmalıdır -6. -7 olması üçün n olmalıdır -9 və s. -1 olması üçün n olmalıdır -3. Bizə n'in özünü nə vermişdi sualın şərtində? Natural vermişdi. Yəni bu n'lər mənə maraqlı n'lər deyil. Bir dənə burada maraqlı n var, o da neçədir? 5. Demək ki, n'in 1 qiymətində bu kəsrin qiyməti tam ədəddir. Sual olan var? Sualı olan. Sualı olan var. Bəli. Uşaqlar, bu sualı olmamaq çox təhlükəli haldır. Yəni sual yoxdursa, burada 2 dənə nəticə var. 1, ya hamı başa düşüb, 2 ya da heç kim heç də başa Heç düşməyib. kim başa düşmür. Çünki hamı başa düşəcəyi bir şey danışmıram burada. Yəni kimsə nəsə soruşmalı da ki, bu nə oldu yəni indi burada? Heç kim heç də soruşmur. Maraqlı adamlarsınız. Yəni Ha, yenidən asıl, izah edin asıl də səsi zəhmət olmasa. danışın da. Nədir? Yenidən bir də izah edə Ha, bilərsiniz. gəlin bir də izah eləməyək də, gəlin bir dənə də sual izah eləyək. Eyni tipdə daha yaxşı otursun. Baxın, örnək verirəm yenə. Deyirəm ki, eyni sual tipindən yenə verirəm. İndi bəzi uşaqlar sıxılmasın da. Deyirəm ki, məsələn, sual belədir. 6n çıxılsın 4 bölünsün n çıxılsın 3. N'in neçə natural qiymətində tam ədəddir. N'in özünün natural, ifadənin qiymətinin isə tam olmasını istəyirəm. İndi baxın, mənim məxrəcimdə bir dənə n-3 var da. n-3. Gətirib bu n- surətdə n-3 almağa çalışmalıyam. İstəyirsən burada yazaq. Demək ki, səndə 6n var. Səni bu istəyirik ki, bu 6-nı möhtərizə xaricinə çıxara bilək, qalsın 6n-3. Dolayısıyla mənə lazımdır 6n-18 vurub açanda. Amma Allahın işinə bax, burada 18 yox, 4 var. Onda mən də burada fikir yeridirəm. Deyirəm ki, var da, mən də bunu belə eləyərəm. 6n çıx 4-ün yerinə yazaram 6n çıx 18. Üstə gəlirsin 14. Eyni şeydir da. 6n çıx 4 demək də. Sonra bu 6n çıx 18-dən də 6-nı çıxararam möhtərizə xaricinə. Qalar 6 vur n çıx 3. Üstə gəl 14. Mənim işimə yarayır da. Mənim ürəyimdən keçən nə idi? Yuxarıda bir dənə n çıx 3 vuruğunu almaq. Aldım da. Gətirim yazım yerinə. Olacaq 6 vur n çıx 3 üstə gəlinsə 14 bölünsün n çıx 3. İndi bayaqki suallarda elədiyim kimi bunu da yazıram 6 vur n çıx 3 böl n çıx 3 üstə gəlinsin 14 böl n çıx 3. Məqsədim nədir? Nə olsun bunun nəticəsi? Tam olsun. Yaxşı, n çıx 3-lər bir-birini götürdü. Geriyə qaldı ki 6 üstə gəlinsin 14 bölünsün n çıx 3. Məqsədim bunun da tam olmasıdır. 6 zaten tam ədəddir. Cavabın tam olması üçün bunun da tam olması lazımdır. Bəs bu ifadənin tam olması üçün n-3 ədədi necə ədəd olmalıdır? Aferin. 14'ün böləni. Daha siz. 14'ün bölənləri kimlərdir? 14 olsun, 7 olsun, ya da 1 olsun, ya da -1 olsun, -7 ya da -14 olsun. Mən nələrdən danışıram? n-3'lərdən. İndi n-3 14 olanda n neçə olur? 17. 7 olanda n neçə olur? 10. 1 olanda n neçə olur? 4. -1 olanda n neçə olur?
2. Mənfi 7 olanda n neçə olur? Mənfi 4. Mənfi 14 olanda mənfi 11. İndi mənim sualım şərtində n-in natural soruşduğuna görə bunlar mənə maraqlı olanlar deyil. Onda mənə maraqlıdır bu 4 dənəsi. Deməli n-in 4 natural qiymətində kəsirin qiyməti tam ədəddir. Müəllim mənfi 2 Müəllim 2 ilə mənfi 2 qaldı. Hə, 2 ilə mənfi 2 qaldı. Tamam, bunları da yazacaq uşaqlar, düz deyirsiniz. 2-ni də nəzərə alanda uşaqlar n buradan çıxacaqdır 5. Mənfi 2-ni də nəzərə alanda onda da hətta n natural olur. N çıxacaqdır 1. Demək ki 5 yox, 7 qiymətində. Kafanız işləyir. Başqa? Başa düşmədiyiniz hissə var. İndi uşaqlar bu sual bəlkə də kəsrlərdəki ən çətin suallardan da, yəni soruşulan. Narahat olmayın, belə sual buraxılışa gəlməz. Qəşəng blok sualı olar bundan. Sıxıntı yoxdur. İndi hətta sizə 14-5-ə bölünmür da, onun niyə olmaz? D5 niyə olmaz? 14-5-ə bölünmür, nətər olsun? N5 olar. N5 olar. Orada n-in qiymətlərinin sayını deyirəm. Deyirəm 7 dənə qiymətində. Hə, hətta buraxılışda uşaqlar adi onluqdan sual belə gəlmir. Yəni son 19-25 kitabına baxdım. Yəni son 6-7 ildə 3 sual gəlir. Yəni amma indi istər-istəməz biz buradakı əməlləri bilməniz lazımdır da. Yəni möhtəşəm bir şəkildə. Çünki bundan sonra bununla əlaqəlidir. Yaxşı, indi bir dənə də şeyə baxaq. Müqayisəyə baxaq. Kəsirləri necə müqayisə eləyirik? Ulduz neçə olur? Ulduz 20, 12-ni yazırıq. 22-yə gəlmiş uşaqlar. Aba 21-dəyik deyəsən. Yox. 22-də ya. Ağlı başda yazmışıq. 23. Qısa olacaq dediyim dərs 2 saat olur. Ulduz 23. Yaxşı, müqayisə. Mənim ən qısa dediyiniz belə ən uzun necə olacaq? Ha, elə onu de. Müqayisə uşaqlar, kəsirlərdə müqayisəni necə edirik? Deməli, birinci hamımızın bildiyi ortaq məxrəcə gətirmək. Ortaq məxrəc. Bu o qədər belə suallar soruşulub ki, artıq ortaq məxrəc gətirmə sualları şey deyil də, gündəmdə olan suallar deyil də, artıq onlar moddan düşmüş suallardır. Ona görə heç o hissəyə baxmırıq. Hə, hamı bilir də ortaq məxrəc gətir, yoxla. Məsələn, tutaq ki də, hə, 8-də 3 vardı, 4-də 2 vardı, 6-da 1 vardı. Nə edirsən? Hamısını 24-ə gətirirsən. Nədir bunların? Mən sadəcə bunu anlatmaq məqsədi ilə deyirəm də sualı. Bəlkə sürətləri də bərabərləşdirmək ola bilər, başqa yollar tapıla bilər. Hamısını 24-də yazırsan, birinci olur 3-ə vur, 24-də 9, o biri olur 24-də 12, o biri də olur 24-də 4, səhv eləmədimsə. Deyəsən səhv elədim. Bunu 6-ya yoxdur. Buradan sonra müqayisə edə bilərik. Sonra sürətləri bərabərləşdir. Sürətləri bərabərləşdir. Uşaqlar, elə suallar olur ki, orada məxrəcləri bərabərləşdirmək çox anlamsızdır. Orada sürətləri bərabərləşdirmək daha asandır. Məsələn, deyirəm ki, sual belə olsun. 20 bölünsün 51 və bir dəqiqə, biraz düşünüm. Niyə 20 ya? 20 nə əlaqə? Yaxşı, belə götürüm. 6 bölünsün 11 sonra 12 bölünsün 23 və 18 bölünsün 35. Belə bir kəsirlər verək. Bunları müqayisə eləməyimizi istəyirsən, məxrəcləri bərabərləşdirməyə çalışmaq çox anlamsız hərəkət olar da. Məxrəcləri bərabərləşdirmək çünki çox böyükdür. Amma sürətləri rahat bərabərləşdirmək olar. Məsələn, 6, 12 və 18-i 36-ya gətirə bilərik. Bunda bunu yazarıq hər tərəfi 6-ya vuranda 36 bölü 66. Bunu 3-ə vuranda 36 bölünsün. Kömək uşaqlar nə edir? 69 edir desən. 69. Bunu da 2-yə vuranda olur 36 bölünsün 70. İndi sürətləri bərabərdirsə, məxrəci böyük olan daha kiçikdir. Onda nə olacaq? Ən kiçik 36 böl 70. Ondan sonra 36 böl 69. Sonra da gəlir 36 böl 66. Üçüncü qarışıq ədədə çevirmə. Qarışıq ədədə çevir. Bəzən uşaqlar suallarda qarışıq ədədə çevirmək çox işimizə yaraya bilir. Məsələn, deyirəm ki, sualın biri belə olsun. 3-də 7, sonra olsun məsələn 7-də 22, o biri də olsun məsələn 9-da 37. İndi bunların məxrəclərini də bərabərləşdirmək, hətta bir dənə də əlavə eləsəm, lap iyrəncləşdirə bilərəm də. Məsələn, nə edirəm ki, 11-də 45.
İndi bu kəsirlərin sürətlərini bərabərləşdirən məxrəclərin heç ehtiyac yoxdur. Çevir bunu, olacaqdı 2 tam 3də 1. Çevir bunu, olacaq 3 tam 7də 1. Çevir bunu, olacaq 4 tam 9'da 1. Bunu da çevirəndə olacaq 4 tam 11'də 1. Aha, görürsünüz indi tamı kiçik olan zaten ən kiçikdir. 2 tam 3'də 1 ən kiçikdir. Sonra bu kiçikdir. Qaldı bu ikisini müqayisə eləmək. Bunların da tamları eynidir. Kəsirlərinə bax. Biri 9'da 1'dir, biri 11'də 1'dir. 11'də 1 daha kiçikdir. Demək ki, bu bundan bu tərəfdə duracaq da. İndi yazmadım onu ora. Tutdunuz da söhbəti. Bəzən də qarışıqa da çevir. Və ən əsası dördüncü, əgər sürət və məxrəclərin arasındakı fərq eynidirsə, onda uşaqlar ən çətin və ən tez həll olunan sual. Fərq eynidirsə. Eynidir. Onda necə həll edəcəyik? Məsələn, sual belədir. 69'da 68, 68'də 67 və 67'də 66. Bu üç kəsiri necə müqayisə edərəm? Deməli, görürsünüz ki, fərq eynidir. Həmən belə yazaram. 69'da 68-i yerinə yazaram. 1 çıx 69'da 1. Bunun yerine yazaram uşaqlar 1 çıx 68'də 1. Sonuncunu da yerine yazaram 1 çıx 67'də 1. İndi uşaqlar diqqət eləyin. 3 dənə kəsiri var. 69'da 1, 68'də 1 və 67'də 1. Verilən kəsirlərin ən böyüyü kimdir? 67'də 1'dir. Bəs birdən daha böyük ədəd çıxanda nəticə kiçilməzmi? Kiçilər. Demək ki, bu fərqlər arasında ən kiçik kimdir? 1 çıx 67'də 1. Ən böyük kimdir? 1 çıx 69'da 1. Onda uşaqlar cavab nədir? Belə. Sual var sonuncudan. Çətin oldu? Xeyr mi? Aydın oldu? Daha bir dənə də sual. Bir dənə də buna oxşar sual. Məsələn, 14'də 7, 21'də 14'də 7 nədir? O ixtisar ola bilər. Olmadı. Yaxşı, son örnək olsun uşaqlar, son örnək. Belə olsun gənclər. Belə olsun. 29'da 26 olsun. Bir də 26'da 23 olsun. Bir də 23'də 20. Müqayisə edirəm. Bax, bunun yerinə yazıram 1 çıx 29'da 3. Bunun yerinə yazıram 1 çıx 26'da 3. Bunun yerinə yazıram 1 çıx 23'də 3. Bax 29'da 3 var, 26'da 3 var, 23'də 3 var. 23'də 3 bunlar arasında ən böyük olandır. Birdən də böyüyə də çıxsam nəticə kiçilər axı. Demək ki, belədir daha, ən kiçik budur. İndi burada bir dandik üsul var. Deyir ki, dandik üsul deyir, kalabalıq görünən ən böyükdür. Yəni, böyük ədədlərlə ifadə olunan ən böyükdür. Təbii ki, bu düzgün kəsirlər üçün aiddir. Düzgün olmayan üçün yox. Yaxşı gənclər, vaxtımız bitir. Özünüzə yaxşı baxın, sağlıqla qalın. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun gənclər, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun.